Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə növbəti sınaq sualı izah ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualımızda nə soruşur? Bizdən sxemə belə heyvan yoxdur. Yengeç, arı, kalmar, nerit. Deməli, burada fəal hərəkət edən bağırsaq boşluq var. Aureliyadır. Neşterə malik buğmayaqlı. Neşterə malik buğmayaqlı arıdır var. Qısqaca malik buğmayaqlı var. Polipi olan bağırsaq boşluqlu. Bax burada bu yoxdur. D variantına uyğun gəlir. Mamırlarda sporofit nəsil. Mamırlarda sporofit nəsil qutucuq və ayaqcıqdır. Çünki sporlar onun ayaqcığın üzərində inkişaf edən qutucuqda əmələ gəlir. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Buğumaraların sayı yarpaqlarının sayından çox ola bilər. Xeyr, bu doğru olamaz. Yarpaqların sayı buğumaranın sayından çox ola bilər. Bu doğrudur. Yəni bu doğru ola bilər. Sonra qoltuq tumurcuqların sayı yarpaqların sayından çox ola, bu da olamaz. Bu da ona görə də uyğun gəlir B variantı. Dördüncü sualımıza deyir. Bitkidə hüceyrəsinə zaman keçib bəzi plastin rəngində baş verən dəyişiklik diaqramda göstərilmişdir. Hansı plastin sevilməsi baş vermişdir? Bax görürsünüz. Deyir ki, yaşıl plastit, bu yaşıl plastitdir. Bu isə leykoplastit. Getdikcə gördüyünüz kimi leykoplastların sayı azalır, yaşıl plastitlərin sayı açır. Leykoplast xloroplasta çevrilir. Bu da D variantına verilibdir. X və Y-in yerinə elə ifadə yazın ki, uyğunluq doğru olsun. Deməli, dovşanla qurbağada 5 barmaqlı ətraf ola bilər. Yəni, bura 5 barmaqlı ətraf yaza bilərik. Qurbağa ilə balıq isə soyuqqanlıdır. Elə burada A variantına uyğun gəlmiş olacaqdır. 6-cı sualımızda deyil. Şəkildə müxtəlif forma bakteri göstərmişdir. Doğru fikri seçin. Bütün bakteri hərəkət orqanoidinə malikdir. Xeyr, deyənmərik. Məsələn, burada bu hərəkət orqanoidi yoxdur. Bəzi bakteriyalar nüvə olur. Bakteriyalarda heç bir zaman nüvə olmur. Prokaryotdular. Bəzi bakteri çox hüceyrəlidir. Xeyr, bu da ola bilməz. Bakteriyalar hamısı bir hüceyrəlidir. Bakteri qamçı sayı birdən çox ola bilməz. Xeyr, ola bilər. Bəzi bakteri koloniya əmələ gətirir. Doğru olan budur. E variantı. Qrafikdə bəzi mineralların müəyyən bitkinin inkişafı üçün lazım olan və onların torpaqda olan miqdarı verilmişdir. Hansı torpaqda miqdarı bitkinin inkişafı üçün kifayət deyil. Deməli, yadınıza saxlayın ki, bitkinin inkişafı üçün ən çox lazım olan nədir? Azotdur. Burada gördüyünüz kimi torpaqdakı miqdarı lazım olan miqdarı. Diqqətlə baxsaz, burada deməli, lazım olan miqdar qırmızı ilə verilib. Torpaqdakı miqdarı isə yaşılla verilib. Kalsiumun gördüyünüz ki, torpaqdakı miqdarı lazım olan miqdardan çoxdur. Eyni zamanda dəmirin də torpaqdakı miqdarı lazım olan miqdardan çoxdur. Magneziumun lazım olan miqdarı ilə torpaqdakı miqdarı bərabərdir. Azotun isə lazım olan miqdarı torpaqdakı miqdarından çoxdur. Yəni lazım olan miqdarı torpaqdakından, yəni kifayət deyil də, ona görə də götürürük 7-ci sualımızda D variantını. Şəkildə ana bitkinin toxum və çilik vasitəsilə alınmış cavan K el bitkisi haqqında doğru fikri seçin. Deməli, K bitkisi toxumla, elde çilliklə. Deməli, el bitkisi ana bitkinin genetik orqanından istifadə edərək xeyr. El bitkisi çiliklədirsə vegetativ orqandan istifadə edilir. K bitkisi cinsi çoxalma nəticəsində xeyr. K bitkisi toxumla çoxalırsa cinsi çoxalma nəticəsində yaranır. El bitkisi daha uzun müddət inkişaf edib. Deməli, sonra K bitkisi ana bitkinin vegetativ orqanından istifadə xeyr. El bitkisi genetik cəhətdən ana bitkiyə tam oxşardır. Y variantı düzgün cavab olacaqdır. Yadınıza saxlayın ki, vegetativ yolla çoxalanan bitkilərdə genetik cəhətdən anaya tam oxşar olmuş olur. 9-cu sualımızda deyir, alma meyvəsi hansı hissəsi yumurtalıqdan əmələ gəlməyib? Toxum yumurtacıqdan əmələ gəlir. Saplağı isə çiçək saplağından əmələ gəlir. Ona görə də 1, bir də 4 A variantına uyğun gələcək. Lətli hissə ilə meyvə yanlığı yumurtalıqdan əmələ gələ bilər. Şəkildə göstərilən hamısında nə göstərilib? Hərəkət orqan sistemi göstərmişdir. Bu da
Y variantına uyğun gəlir. Mikroizanı əmələ gətirən canlılar öyrənir mikroizanı. Mikroiza nədir? Mikroiza göbələk və bitkilərin birlikdə yaşamasıdır. Göbələkləri öyrənir mikologiya, bitkiləri də öyrənir botanika. Bu da C variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızın izahına baxaq. 12 şəkildəki heyvanların hamısında var. Hamısında var. Hamısında gördüyünüz deməli göz. Xeyr, deyə bilmərik ki, göz hamısında var. Manti. Bunların hamısı mollusklara aid olduğuna görə bunlardan hamısında manti vardır. Sual işarəsinin yerinə hansı hüceyrə olmalıdır? Zigot. Zigot nədən yaranır? Yumurta hüceyrənin spermatozoidin birləşməsində. Burada spermatozoid var, yumurta hüceyrə yoxdur. Burada da yumurta hüceyrə 2 ilə göstərilmişdir. Təcrübədə bitkinin yarpağının müəyyən bir hissəsini alüminium folqa ilə örtülür və bir neçə gündən sonra örtülən hissədə yaşıl rəngin içdiyi müşahidə olunur. Buna səbəb nədir? Yadınızda saxlayın ki, biz bunu alüminium folqa ilə örtmüşsə, burada qaranlıq olur və qaranlıqda xlorofilin sintezi dayanacaqdır. Ona görə də elə A variantına uyğun gəlir. Şəkildəki bir hüceyrə heyvanda müşahidə olunan proses canlının hansı xüsusiyyətini əks etdirir? Gördüyünüz kimi özünə su çıxarır. Su çıxarır, özünə xaricə çıxarsa bu ifrazat funksiyasına aiddir. Qarğıdalı, çəltik, çovdar, dağ laləsi, buğda birləşdirən xüsusiyyət bunların hamısının birləpəli olmasıdır. Yəni toxumun birləpə yarpağından ibarət olmasıdır. 17. Şəkildəki calaq əməliyyatının növünü K və L müəyyən edin. Deməli, gövdənin bir hissəsi kəsilərək götürülür. Sonra B bitkisidir. Torpaqda qalır. Deməli, bu calaq növü. Calaq növü, yəni baxardıqda diqqətlə baxsaq, görürük ki, bu calaq növü sadə calaq. Bu yarma calaqdır. Bax, bu hissəsi yarılır, digər hissəsindən də gətirib qoyur. Bu yarma calaqdır və K nədir? K calaq üstüdür, L isə calaq altıdır. Bu da yarma C variantına uyğun gəlmiş olacaqdır. 18-ci sualımızda deyir ki, sadə çiçək yanlıqlı erkək çiçəkdə hansı hissələr olur? Erkək çiçəkdə mütləq erkəkcik olmalıdır. Burada da erkəkcik nə ilə işarə olunub? B ilə. Yəni bir dənə, bir də o da Y variantına uyğun gəlmiş olur 18-də. 19-cu sualımızda şəkildə hidran hansı üsulla qeyri-yunçu gördüyünüz kimi tumurcuqlanma yolu ilə çoxalması göstərilib burada. 20-ci sualda Venn diaqramı uyğun bəndə müəyyən edin. Küknar qıcı küknara aid olan xüsusiyyətləri mayalanma su mayalanması su mühitində baş verir. Sonra erkək qametlər hərəkətlidir. Mayalanması su mühitində baş verən qıcıdır. Erkək qaməti hərəkətli olması da bu qıcılara aiddir. Sonra tozlanma baş verir. Tozlanma küknara aiddir. Tozlanma baş verirsə bu küknara aiddir. C. Sonra toxumla çoxalır. Bu da küknara aiddir. C-D. Sonra vegetativ orqanlara malikdir. Hər ikisində vegetativ orqanlar var. Y ortaya keçəcək. A, B də buna aiddir. Deməli, 1-ə aid olur C-D. 2-yə aid olur Y. 3-ə də aid olur A, B. Bu da A variantına uyğun gəlmiş olur 20-ci sualımızda. 21-ci sualımızda deyir. Qrafikdə M, L, P, N, P heyvan növləri müxtəlif temperaturda aralığında yaşaya bilən fərd sayıları 25 dərəcə hansı növlər yaşaya bilər? Deməli, fərd sayı. Gördüyünüz kimi fərd sayı 25 Cl temperatur ən yüksək olan hansıdır? 25 Cl M-dir, bir də L-dir. Bu M, L, M və L, bu da D variantına uyğun gəlmiş olacaqdır. Fərd sayının artması. 22-ci sualımıza deyil. Müxtəlif tozlanma növlərinin əmələ gələcək bitki toxumuna inkişaf edən bitki genetik artma sırası ilə düzün. Genetik müxtəlif ən az olacaq bunda, bu üçüncü, sonra olacaq ən az olandır. Ondan sonra bu birincində. Ondan sonra isə ikincində, bu da A variantına uyğun gəlir.
Çiyələk 4 ədəd mürəkkəb yarpağında o yarpaq ayaqlarının sayı qədər yarpağı olan gicgahın neçə buğum arası olur? Çiyələk üçər yarpaqlardır. 4 ədəd yarpağında 4'ü vururuq 3'ə neçə edəcək? 12. Gicgahın qarşı-qarşıya yarpaqdır. 12'ni böləcəyik yerləş 6. Demək bu 6 buğumu var. Buğum arasının sayını dediyinə görə 6'dan da birini çıxırıq 5 eləyir. C. 24-cü sualda bakteriya quruluş sxemi rəqəmlərlə uyğun hissələr hansılardır? Deməli, diqqətlə bura baxsaq, birinci ən xarici qat bu seyirli kapsuldur. İkinci hüceyrə divarıdır. Ümumiyyətlə seyirli kapsulun altında nə yerləşir? Həmişə hüceyrə divarı yerləşir. Üçüncü hüceyrə divarının altında nə olacaq? Plazmatik membran olacaq. Sonra isə sitoplazmadır. Bu da elə D variantına uyğun gəlir. 25-ci sualımızda deyir ki, şəkildə belə heyvan yoxdur. Pərlər vasitəsilə üzən onurğalı. Bəli, elə burada pər vasitəsilə uzan onurğalı yoxdur. Pedalpa malik olan onurğasız var. Hörümçəkdir. Ətrafı olmayan onurğalı ilandır. Bədən xitin örtüyə malik onurğasız həşəratdır. Yəni hörümçəkdir. Sümük pulcuğa malik olan onurğalı, bu da balıqdır, bu da var. Ona görə də cavabımız olur A variantı. Bu qədər diqqətiniz üçün sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.